Ən böyük uğur, ən böyük qələbə, sözün əsl mənasında ən böyük fəth, qəlblərdə təsir qoymaq qabiliyyətinə malik olmaq və qəlblərdə qərar tutmaqlıqdır. Əgər bir cəmiyyətdə qəlblərdə sakin olmusansa və təsir qoyma qabiliyyətinə maliksənsə, demək, sən qəlbləri fəth etmiş olmusan. Bu şərəfli məqam heç də boşu-boşuna yaranmır və asan da deyil. Buna nail olmaq üçün insan gərək öz həyat tərzinə diqqət yetirməli və qəlbini qorumalıdır. Çünki tövsiyə olunur ki, rivayətlərdə, mübarək kəlamlarda var ki, qəlb Allahın hərəmidir. Ora sahibinin icazəsi olmadan onun sevmədiklərini qəbul etməməlisən. Bizim də vəzifəmiz o qəlbi qorumalı, yad ünsürlərdən qorumalı və sahibinin sevdiklərini ora daxil etməklidir. Sevgi və məhəbbət Allahın sahib olduğu qəlbdə özü-özünə formalaşmır. Bu mövzu barəsində Mütəal Allah Quran-ı Kərimdə də Məryəm surəsində belə bir ayə buyurur. Bismillahirrahmanirrahim. İnnellezîne âmenû ve amilu's-sâlihâti sayec'alu lehmur-rahmanu vudda. Sadaqallahul aliyyul azim. Həqiqətən iman gətirib yaxşı işlər görənlər üçün Allah qəlblərdə bir sevgi yaradar. Sevgi və məhəbbətin də yeri haradır? Qəlblərdir, ürəklərdir. Demək, diqqət yetirməliyik. Qəlbimizi və düşüncəmizi, təfəkkürümüzü yad ünsürlərdən qorumalı və ora kimlərin daxil etməliyinə diqqət yetirməliyik. Məxsusən gənclərimizi qorumalıyıq. Rəftarımıza, əməllərimizə, həyat tərzimizə diqqət yetirməliyik. Əgər qəlbləri fəth etmək istəyiriksə, tarixdə bir qəlblərin fatihi kimi yaşayıb və qalmaq istəyiriksə, bu dediyimiz məsələlərə gərək diqqət yetirək. Rivayətlərin birində Həzrəti Əli əleyhissalam buyurur ki, insanlarla elə qaynayıb qarışın ki, elə rəftar edin ki, əgər o halda ölsəniz, onlar sizi üçün gözyaşı axıtsınlar. Və ya sağ qalsanız, sizinlə ünsiyyətdə olmaqdan ötürü canfaşanlıq etsinlər. Digər bir mübarək kəlamda buyurur ki, həyatda elə addımlayın ki, sizdən geridə olanlar sizə çatmağa, sizdən öndə gedənlər sizi gözləməyə məcbur olsunlar. Gəlin, elə yaşayaq ki, kimsə bizi Allaha şikayət yox, Allaha əmanət etsin və qəlblərdə tarixən yaşamaqlığı qazanmış olaq.